Məsum imamlarımızdan hədisdə belə buyurulur ki, İftarukə əxakə saim əfdalu min siyamik. Buyurulur ki, sənin oruclu qardaşına iftar verməyin oruc tutmağından daha xeyirlidir. Yəni, mənası odur ki, insan oruc tutanda başqalarına fikirləşməlidir. Təkcə oruc tutub, amma cibim bərk olsun, heç kəsə heç nə verməyim, kömək etməyim. Bu ay paylaşmaq ayıdır. İnsanlar bu ay paylaşmalıdır. Bəli, maddi köməklik etməlidir. Kimisə maddi köməyi yoxdursa, mənəvi köməklik etməlidir. Hər halda nəyə gücümüz çatırsa, bir-birimizə dəstək olmalıyıq. Kimsə oruç tutursa, bəli, bir yerə yığışaq, bir-birimizə iftar verək. Yəni, təkcə oruç tutmaqla yox, həm də oruç tutan qardaşıma mən iftar verməliyəm. İftar verməyəm daha yaxşı olar. İnsan həm də xərcləməlidir. İnsan həm də əlindən gələni başqası üçün etməlidir. Oruc bizə bunu öyrədir də. Yəni, belə deyil ki, elə mən ancaq oruc tutmaqla özümü fikirləşim. Bəzən görürsən, belə insanlar olur. Oruc tutur, amma başqalarının köməyi dəyilir. Oruc tutan şəxsin orucunun keyfiyyətli olması üçün gərək başqalarına da kömək eləsin. Gərək başqalarına da əl tutsun. Ola bilər ki, kimsə oruc tutur, onun imkanı yoxdur. Biz ona kömək eləməliyik ki, o orucunu rahat tutsun. Fikirləşməsin ki, iftarda görəsən mən niyə yeyəcəm? Yox. Qardaşı var, onun mömin qardaşı var, müsəlman qardaşı var. Düşünməli ki, mənim müsəlman qardaşım kömək edəcək mənə. Bu ay həm də paylaşmaq ayıdır. Bu ayda başda mən olmaqla gəlin elə edək ki, insanlara həm də kömək edək. İnsanların çətinliklərini aradan aparaq və insanlar baxanda bizə desinlər ki, oruç tutmaq nə gözəl bir şeydir. Sən demə, oruç tutmaq insanı paylaşmağa vadar edir. Yəni, bir növ insanı elə formalaşdırır ki, insanın ürəyindən, qəlbindən paylaşmaq hissi keçir. Allah bu ayda bizlərə kömək etsin ki, başqalarına sədəqə verməklə onlara köməklik edək.